Diaqramda örtülü toxumluların fəsilələrindən birinin çiçək düsturunda bəzi strukturların sayı arasında münasibət göstərilmişdir. Bu fəsilənin nümayəndələrinin xüsusiyyətlərini müəyyən edin. Deməli, diaqrama baxırıq. 1.5x veribdir. Deməli, burada erkəkçiyin sayı ilə uyğun gəlir. Və x isə ləçəyin birdəki kəsərpaqların sayı ilə eynidir. Biz buradan baxsaq görək, yəni kəsa ilə ləçək eynidir. Erkəkçilər 2 dəfə 1.5 dəfə çoxdur. Deməli, biz buradan bilərik ki, məsəl üçün, kəsacıq 4-dür, ləçək 4-dür, erkəkçi isə 4 üstəgəl 2. Yəni, belə deyək ki, 1.5. 1.5 budur. 1.5 x-imiz budursa, bu da x-dir. Yəni, kəsə ayrıca, ləçək ayrıca x-dir. Tamam, xaçisəklər götürə biləriksə, əgər bunu götürək, baxaq görək bu fəsilərin düsturuna uyğundur mu? Meyvəsi açılmayan quru meyvədir. Xeyr, bunlar da buynuz meyvədir, açılır, özləri yayır. Əksəriyyətində toxum qabığı yaxşı inkişaf eləyib. Bəli, çox toxumlu bitkidir, buynuz meyvədir və yaxşı inkişaf edəcəkdir. Sonra üçüncü, çiçəkləri ətirli nektarlı olub çarpaz tozlanırlar. Bəli, xaç çiçəklərdə gözəl çiçəklər vardır, çarpaz tozlanır. Çiçəklərinin kəsərpaqları bir-birinə bitişikdir. Xeyr, bunlarda hamısı sərbəst ləçəkli idi. Biz bunları mötərizəyə almadıq, görürsünüz ki, ona görə sərbəst ləçəkli olduğu üçün almırıq bunları. Səhv cavabdır. Bəzi nümayəndələrin kökün şəkil dəyişməsinə rast gəlinir. Məsəl üçün, turp bura aiddir. Şəkil dəyişməsi meyvə kök ola bilər. Yarpaqlar gövdə üzərində qarşı-qarşıya yerləşirdi. Xeyr, əksəriyyətində növbəli düzülüş müşahidə olunurdu. Düzgün cavab elə xaç çiçəkli götürə bilərik. 2, 3, 5 cavabı düzgün olacaqdır. 2, 3, 5.